Mətanət gülüdür ilə qızım ilə. Evimiz də güldür. Ha, hörmətli izləyicilər, hamıya salam. Novxanı da bir dənə belə deyək də, bu qiymətə evin sahibi bura 2010-2011-ci ildə 650 minə yaxın pul xərcləyib. Böyük evdir, içində hamamı, parnoyu, Rus hamamı, Türk hamamı, baseyni, evdə bir söz neçə kvadratdır? 650 kvadrat metrdir. Böyük ailələr üçün bir söz nədir? Belə balkondan Xəzər dənizi görsənir. Novxanın ən əla yerində gün də çıxdı. Gül kimi. Deməli, mənim izləyicilərim o tərəflərdə ev almaq istəyən, bu boyda kvadratda ev, yəni 9 sot, 650 kvadrat, otağın sayı yoxdur, azlıqsan da içində. Evlər hamısı parket, nə bilim, daha indi özünüz də onun şahidi. Həyətində meyvə ağaçları, yaşıllığı. Deməli, evimiz hansı stildə tikilib? Konstruktivizm o stildədir, konstruktor stilindədir. Düzdür, bax, iki dənə, bax o şeylər var, çardaqlar. Yollar olmasa, bu internetdə, Google'da arxitektor, yəni o stillə tikib, vura bilərsiniz. Konstruktivizm o stildə tikilib. 9 sotda sənədlər qaydasında baseynimiz oradadır. Bir dənə stop pauza elə, keçək o tərəfə. Qeyd etdiyim kimi 650 mindən yuxarı pul buraxıbdır. Bugünkü gün bu evi neçə satsa yaxşıdır. 470 minə deyirik. Endirim olacaq, amma kosmik endirim gözləmin. Qapısının ağzına kimi asfalt. Biz deməli çəkilişə başlayanda evin arxa hissəsindəydik. Əsas giriş qapımız bax buradır. Həyətinə də ki, qardaş bir 7-8 dənə maşın həyətinə daxil, güllərə bax. Qardaş doğrudan da elə pul bırak. Bütün evin bax, bu qaşlarla hamısını hasarlayıb, ona bax. Gör nə qədər pul bıraxıb. Yəni inandırıcıdır da, yəni. Bu qapı pultla açılıb bağlanır. Yüngül var belə, nə bilim, şpaklyovka zat ora bura. Neyini, buradan girək, oradan girək. İstəyirsən o tərəfdən girək, amma bu qapını yadınızda saxlayın. Mən sizə içərdən o qapını göstərəcəm. Hardasa evdə, bir də nəzərə çatdırım ki, burada bu küçədə, bu evdə kanalizasiya da var, mərkəzi. Bax, bir mətbəximiz burada, manqalı da buradadır. Çək görsət. Yəni, 3-4 dənə mətbəxi var evdə. Yəni, doğrudan qiymət yaxşıdır, ha, 470 min, bu boyda ev. Deyirəm sənə ki, evin içində azıb gedirsən, qardaş. Buradan başlayacağım sizə görsətməyə. Baseynimiz deməli, filtridir. Evdə yaşayan yoxdur, demək olar ki. Gəl. Sahibi deyir ki, hamısını qoyub gedirəm. Yəni, heç nə götürməyəcəm burada. Bax, bir mətbəximiz burada. Girdiniz, mətbəx. Burada yerləşir, deməli, Rus hamamı, Türk hamamı. Gəl bura. Evin girişidir. Buradan girəcəyim. Mən sizə o qapını göstərəcəm. Daxil oldu, bax, yeri döşəməsi parketdir. Bütün ev parketdir, pləkan da parketdir, qardaş. Bax, gör bir dənə fikir ver, bu kladovkaya bax, nə qədər istəyən paltar yap, bütün nəslin kökün paltarı yerləşər bura. Görürsünüz. Hələ belə İngil varında indi bax, belə qopub buradan belə şeylərdir, yaşayış yoxdur, bu təbii ki olmalıdır. Bura sanuzildir, çəkməyə ehtiyacı yoxdur. Parnoy. Buranın da işığı yanmadır, bax, Türk hamamıdır. Orada klavovkası, nə bilim, generatoru, çox şey var. Yəni, video çox uzun olmadığına görə istəyirəm sizə hamısını çəkim görsədim. Pləkan parket, qurban sizə, bax. Klavovka da bu dediyim klavovkadır ya, bura nə ikisindən yox, gör nə qədər. Deməli, birinci mərtəbədən girdik bura. O qapı tamam yadımdan çıxdı, hardan girdik, hardan çıxdı. Gəl qalxaq. Balkondan panoramanı göstərəcəm sizə. Bax, bura baseyndir, filtrli hovuzdur. Burada dincəlmə otağıdır. İndi ev sahibi buraya artıq əşyalarını yığım. Bax, hovuzumuz. Dəniz orada, bir dənə yaxınlaşdıq. Qabaqdal. Qamakı, zadı, lejankaları, hamısı puldur da. Hamısı belə bu evin içində mebel falan qədər pul edir. Gördünüz dənizi. Qabağı boşdur. Bir də ən böyük özə. Evin həyəti, baseyni, ora bura heç bir bağdan görsənmir. Yapışıq deyil, heç kim görsən. O da böyük rol oynayır. Gəl. Qardaş, burada nədir? Azır bura sanuzildir, çək görsən.
Ha, əsas giriş qapısı. Deyirəm sizə azmışdı bu labirint. Yəni bax budur, bugünkü gün. Bu qiymətə. Ha, bura əsas giriş qapısıdır. Və ya göstərdim sizə, dedim buradan girəyək oradan. Gəl bura, buranı çək görsən. Hamısı belə daşlar düzlənibdir, fikir verirsiniz. Göstərdim, indi qalxaq. Deməli 1, 2, 3 mərtəbədir evimiz. Gəl. Ha, deməli bu əsas giriş qapısından girdiyi bura qonaq otağıdır. Bura yataq otağıdır. Tavanın hündürlüyü hardasa 3.20, 3.30. Burada da bax, nə boyda dolab. Əşyadakı hər şey var. İndi ola bilər ev sahibi özünə aid olan əşyasını hansısa götürsün. Bu evi inşallah satsa bu kaçalkanı özümə götürəcəm. İkinci mətbəximiz burada. Gəl bura, buradan balkondan panorama. Dəniz, qabağında heç nə yox. Heç bir bağdan da bura görsəm. Hovuzumuz da var burada. Hovuzda çimirsən, heç kim də görmür buranı. Bura deyirlər, öyrəndim mən, elə bildim Sarıqayadır. Dəmir yolu bağları, elə adlandırırlar buranı. Sənətdə Kupçada 550-dir, 560 kvadrat metr dəqiq deyirəm sizə. Amma belə 600-dən yuxarıdır. Gördünüz bax qonaq otağımızı. Hər yerdə parketdir. Bir dənə o giriş hissələr yoxdur, piləkana qalxan. Bir dənə ora metlaqdır. Məsələn, qalxaq 3-cü mərtəbəyə. Kvadrat böyük olduğuna görə bax, hər yerdə də split kondisioneri var. İndi cüzüm, yəni biraz şpaklyovkaza tökülüb nəsə eləyib, o heç də indi yaşanılmır. Lüboy evdə olur, lüboy evdə olacaq o. Bu bir yataq otaqdır. Axıncı mərtəbədəyik, səhv eləmirəmsə. Üzü çaşıb qalmışam. Sonra bu ikinci, buradakı da bu mərtəbə. Buradan da balkon, panorama, dəniz. Demək olar ki, hər mərtəbəsindən qardaş panorama dənizdir də qurbansın. Gəl buraya görüm. Ha. 1, 2, 3. Ha. Yəni 470 minə belə ev. Ha. Mən sahibinin yerində olsaydım mən verməzdim bu evi. Qiymət, amma sahibi verir. Burada bir otaqdır. Burada da bax. Burada da hamam tuvaleti var. Heç işığı yanmadı bura. Ya buradandır. İndi deyəcəm elə. Sonra doğrudan da gəlib almasını sahibi verməyəcək. Mən verməzdim. Amma sahibi 470'ə çatdı. Dedi ki, qiymət budur. Aşağı da endiriləcək. Xahiş edirəm. Telefonda qiymət deməyin də, yəni yerində baxın özü, yəni belə kosmik endirim gözləməyin də, 100 min endirim, belə şeylər olmayacaq. Bu da sanuzildir. Deyirəm də sizə, sənətdə elə 550 kvadrat metrdir. Kupçada. Sotudakı dəqiqdir. Hansı otağını çəkib göstərmə? Deyəsə, hamısını çəkdik. Qardaş, bu onda 4 mərtəbə oldu, qurban sənə. Konstruktor stilindədir, bu 4 mərtəbədir. 4. Mən bizə nə eləyərdim? Mən sizə deyim də, mən buranı alardım, investisiya. Buranı eləyərdim otel. Bookingdə bir sayt açardım, Timbol dənizə yaxındır. Bura bağlıdır, orada bağlıdır. İş kabinetində, yəni şəxsi əşyalarını qoyublar yaxın. Buradan da terasa çıxışım. Bookingdə bir səhifə açıb, buranı eləyərdim otel. Ən yaxşı yolu odur. Gəl bura. Ki, bu da sizə şəxsi tikili mülk. Bu boyda kvadratda. Bookingdə bir səhifə açıb, hər otağa bir qiymət, bir dənə də aşağıda, mətbəxində gözünə istəyən mətbəxi var. Bir də çək bu gözəlliyi. Keç. 070 858 31 44, yəni mənim nömrəmlə əlaqə saxlayın. Bütün kommunallar mövcuddur. Heç bir, belə deyək də, saytda da yoxdur elan, ancaq bizdədir. Yəni, bütün parametrlər əladır, yəni hamısı qayda. Sənədi var, böyük və s. və ilə axır uzatmıram. Gəlin yerində baxın. Sağ olun.